Sonra da deyirsiniz ki, niye təhqir edirsiniz bu İlxoz Kolxozoviç Komsomolskini? Bax, açıq danışaq da, fikir verin. Bu 22 ildir hakimiyyəti zəbt edib, Azərbaycanı ələ keçirib, atasını zəhərləyib. Bundan ağır günah yoxdur ki, o hakimiyyətə gəlmək üçün atasını 6 ay Cleveland'də dondurdu cəsədini. Yəni bu nə katolikə, nə protestanta, nə xristiyana, nə müsülmana, nə sünniyə, nə şiyəyə, nə buddistə yaraşmayan bir hərəkətdir. Üstəgələk yəni insanlıqdan kənar bir hərəkətdir ki, hakimiyyətə gəlmək üçün sən atanı öldürəsən və 6 ay dondurasan buzxanada hakimiyyətə gələndən sonra girdirmə bir dəfn mərasimi keçirəsən. İndi bunu qoyuram kənara. İkincisi, sən bu 22 ildə yeyib içdiyin, dost saydığın, yanına getdiyin, evinə gətirdiyin, evlərinə getdiyin, sammitlərdə toplantılarda iştirak etdiyin, qucaqlaşıb, öpüşüb görüşdüyün, məsəl üçün Hugo Chavez vardı, başqa Əsəd vardı, Mübarək vardı. Bunların hamısının müqəddəratı həll olunanda sən ağzını açıb bir dənə dəstək sözü verməmisən. İndi Pezeşkiyanı gətirib evinin içində Bakıda şeir dedirdirdin Azərbaycan dilində. Öpüşürdün, görüşürdün, oturup bir masada bir çay içirdin. Ya ondan önce bu Orta Asya toplantılarında İran'ın prezidenti Xameneini yığırdınız ora birlikte. Siz vodka içirdiniz, o da otururdu, baxırdı. Bu da sizin dostluk mərasimi idi. İndi bunların hamısının ölkəsində nələrsə baş verir. Elə Maduranın özünü, səsini çıxartmırsan. Ay İlxoz Kolxozoviç Komsomolski, lap belə İlham Əliyev. Bu nakişilikdir. Sonra biz deyəndə ki, sən qorxaqsan, hakimiyyət üçün Azərbaycanı satarsan, dostlarını, ailəni, bütün qohum-əqrabanı satarsan, bizə deyirsiniz ki, niyə belə danışırsan? Sən nə edirsənsə, hakimiyyətdə qalmaq üçün edirsən. Və bunu da hər dəqiqə sübut edirsən ki, sənin ətrafındakı insan, Putini sən, lap bax Putini sən gətirib evinin içində Urbaşqasının düyməsini göbəyinə qədər açıb, arvadının qabağında, divanda uzatdırıb, lori dildə desək, kaç tuturdunuz. Nə? Yəni sən nə etməyə çalışsan? Sən elə bilirsən ki, sənin müqəddəratın onların müqəddəratından fərqli olacaq. Çünki sən onlardan da alçaq birisən. Nə birinə dəstək bir sözü deyirsən. Başlarına bir iş gələndən sonra, Əsəd gedəndən sonra çıxdın meymun kimi başladın danışmağa. Danışanda da, toplantılarında da həmişə deyirsən ki, Fransa belə getdi, Avropa belə getdi. Çünki Fransa, Avropa sənə heç nə eləmək istəmir. Sən də durmadan onlara hücum edirsən. Bax, çıx Trump haqqında bir sözdür da. Keçmiş prezident Biden şakalıdır, bunu hamı bilir. Biden haqqında danışırsan, girdirmə jurnalistlərə. Sənin özünün alçaqlığın oradan göstərir ki, Mirşahin kimi şərəfsiz, dünyada ən şərəfsiz insandır. Ondan şərəfsiz insan yoxdur, insan yoxu heyvan. Sən çıxıb onun qarşısında, onu jurnalist deyə onun qarşısında danışırsan. Gör sən kimlərə möhtaç qalmısan. Sən bir fikirləş gör kimlərə. Mənim statuslarımın, videolarımın altında trollarını buraxmısan ora. Sənin axırın, mən sənə deyirəm bunu. Bunu tarix göstərib, dünya göstərib, bütün cəmiyyətlər göstərib ki, sənin axırın çox pis olacaq. Çünki sən çox alçaq hərəkət edirsən. Alçaqcasına özünü aparırsan və alçaq bir sonuç gözləyir səni. Bu qədər.